Gizli narsist kimi tanıdığımız bir qrup insanlar var. Bu insanlar kənar şəxslərə qarşı olduqca mərhəmətli, nəzakətli, alicənab olduqları təqdirdə ən yaxınında olan insanlara isə davamlı tənqid edən, onları dəyərsizləşdirən, hər zaman aşağı görən bir mövqedə olurlar. Bu insanlara qarşı ən gözəl tutum onlarla aranıza sərhəd qoymağınız və mübarizəni dayandırmağınız olardı. Çünki onları dəyişmək əsla mümkün deyil. Bu insanlar daha çox onlara sevgisinə əmin olduqları, onları heç vaxt tərk etməyəcək insanlara qarşı amansız olurlar və sərhəddi qoymayanda isə o şiddətin səviyyəsini artıra bilərlər. Kənarda olan insanlara qarşı isə dediyimiz kimi o qədər xoş, mərhəmətli, nəzakətli davranırlar ki, heç kəs onlarda narsistlik xüsusiyyətlərinin olmağından belə şübhə etmir. Hətta gözəl davranışlarından dolayı onları yüksək qiymətləndirirlər. Belə desək, qısacası bu insanlar daha çox el yaxşısı profilinə yaxın olan insan qruplarıdır.